Əhl-i Beytin əleyhissalam baxışına görə gecə namazı adi müstəhəb ibadət deyil. O, insanın həm dünya həm də axirət həyatını dəyişdirən mühüm bir açardır. Həzrət Rəsulullah sallallahu əleyhi və alihi və səlləm Əmrəl-Möminin İmam Əliyə əleyhissalam vəsiyyətində buyurur: "Sənə gecə namazını tövsiyə edirəm, sənə gecə namazını tövsiyə edirəm, sənə gecə namazını tövsiyə edirəm." Bu 3 dəfə təkrar etmək onu göstərir ki, gecə namazı ikinci dərəcəli bir seçim deyil, insanın mənəvi tərbiyəsi üçün sabit və əhəmiyyətli bir yoldur. İmam Sadiq əleyhissalam buyurur: "Möminin şərəfi gecə namazıdır." Yəni insanın həqiqi dəyəri çox danışması ilə deyil, səhər açılmamış Allahla tənha qaldığı anlarla ölçülür. Başqa bir hədisdə İmam Sadiq əleyhissalam buyurur: "Gecə namazı üzü nurlandırar, ətri gözəlləşdirər və ruzi gətirər." Hətta deyilmişdir ki, gecə namazına qalxan kəsin gündüz ruzisi Allah tərəfindən təmin olunar. Lakin təkcə onu tərk etmək deyil, ona etinasız yanaşmaq da təhlükəlidir. Rəvayətlərdə bildirilir ki, bəzən insanın günahları onu gecə namazı qılmaq nemətindən məhrum edir. Sanki bu ibadət bəndə ilə Rəbbi arasında xüsusi bir nişanədir. Gecə namazı ağır bir yük deyil, qəlbin aram tapdığı bir görüşdür. O an səni heç kim eşitməsə də Allah dərgahında səsin eşidilir.